Mövsümlə əlaqədar olaraq insanlar arasında virusa yoluxma halları ilə yanaşı müxtəlif allergik xəstəliklər də artıb. Lakin bənzər oxşar simptomlar çaşqınlığa səbəb olur. Nəticədə isə həm insanların maddiyatına, həm də sağlamlıqlarına ziyan dəyir. Bəs vətəndaşlar allergik ağırlaşmaları, mövsümi qrip və s. kimi xəstəliklərdən necə ayırd etməlidirlər? Mütəxəssislər bildirirlər ki, soyuq dəymə adətən 7-10 gündə keçir. Yaz allergiyası isə həftələrlə müşahidə olunur. Hətta mövsüm boyu davam edən allergik xəstəliklər də var. Yaz allergiyası simptomlarına fasiləsiz asqırma, şəffaf sulu axıntı ilə müşahidə olunan burun tıxanıqlığı, gözlərin sulanması və qaşınması aiddir. Araşdırmalar göstərir ki, allergik xəstələrin 80%-dən çoxunda bu 4 əlamət eyni vaxtda müşahidə edilir. Bunlara əlavə olaraq qulaqda tıxanma hissi, həddən artıq yorğunluq, baş ağrısı, iyi hiss etmənin azalması və bəzən qaşınmalar daxildir. Allergik qripdə, xüsusilə yaz payız aylarında polenlərin daha çox olduğu bir dönəmdə maskadan istifadə etmək lazım. Müalicədə isə antihistamiklərdən istifadə etmək lazım. Virus mənşəli qripdə isə xəstələnməyin qarşısını almaq üçün insanların çox olduğu, xəstələrin çox olduğu yerlərdən uzaq durmaq, maskadan istifadə etmək və yetəri qədər maye istifadə etmək lazım və müalicəsi də tamamilə fərqlidir. Allergiyada allergiya yönəlik lazım olarsa antihistaminliklər və ya digər dərman qrupları istifadə olunarkən, qripdə isə virus əleyhinə preparatlar, dərman və digər immun sistem gücləndirici dərman preparatları və hətta ehtiyac olarsa, əgər ikinci bir qripdə ağırlaşma varsa, bakteriyel ağırlaşma varsa, antibiotik müalicəsi istifadə olunur. Mütəxəssislərin sözlərinə görə düzgün həyat tərzi allergiya simptomlarını 40-60% azalda bilər. Ən effektiv yollara çiçək tozu mövsümündə səhər saatlarında açıq havada vaxt keçirməyi məhdudlaşdırmaq, küləkli günlərdə pəncərələri bağlı saxlamaq, filtrli hava təmizləyicisindən istifadə etmək, çöldən evə gəldikdə paltarları dəyişmək, duş qəbul etmək məqsəd uyğundur. Eyni zamanda qidalanmaya da diqqət yetirilməlidir. Sitrus meyvələri, yaşıl yarpaqlı tərəvəzlər və giləmeyvə allergiya simptomlarını idarə etməyə kömək edə bilər. C vitamini ilə zəngin qidalardan istifadə etmək faydalıdır.